Xaləddin bəy, Azərbaycan tədrisi ilə Türkiyə tədrisinin arasında fərq nədədir ki? Məsələn, hansı sahələrdə fərqlər nədədir? Nədə görürsünüz onda? Universitetdir. Öz Azərbaycan universitetlərində ödəniş məncə Türkiyədən qat-qat da çoxdur. Yəni ödənişli universitetlərdir. Niyə məsələn orada daha yaxşı təhsildir, burada daha yaxşı təhsildir, yaxşı təhsildir? Məsələn, həm oranın universitetlərində, həm buranın universitetlərində nədir fərq? Təhsildədirmi, yoxsa təhsilə olan baskıdadırmı, yoxsa müəllimlərin, yoxsa universitet rəhbərinin baskısındadırmı, yoxsa universitet rəhbərinə olan baskılardadırmı, dövlət sistemindədir, yoxsa nədir? Bunu bir xahiş edirəm. Birinci, əlbəttə ki, universitetlərin burada üzərində baskı yoxdur, dövlət baskısı yoxdur. Nəzarət var müəyyən mənada, o bütün dünyada olan nəzarətdir. Əlbəttə ki, təhsil müəssisəsi, tədris müəssisəsidir və bu insan yetişdirir, insan tərbiyə olunur. Ola bilməz ki, dövlət bunu tamamən kontrolun dışında buraxsın. Bu imkansızdır. Amma Azərbaycandakı kimi sən onun üzərində biz dayandıq, sən o dərsi vermə, bu dərsi ver, sən bu dərsi vermə, o dərsi ver. Belə bir baskı yoxdur. Azərbaycanda hiyerarxiya Sovet dövründən qalma hiyerarxiyadır. Bir qurum var universitetin üzərində, onun üzərində başqa bir qurum var. Təhsil Nazirliyi var, Təhsil Nazirliyinin üzərində prezident aparatında başqa bir qurum var. Ondan sonra Nazirlər Kabinetində başqa bir qurum var. Bu da universitetlərin avtonomiyasını zəiflədir. Universitetin, yəni təhsilin idarə olunmasındakı bu hiyerarxiya əlbəttə ki, universitetin özgürlüyünü, universitetin avtonom fəaliyyətini zəiflədir. Və məhsul hazırlamaqda hardasa da universitetlərin demək olar ki, müstəqilliyi, özgürlüyü həddən artıq qısıtlıdır, həddən artıq məhduddur. Əsas fərq budur. Burada universitetin tədris işinə heç kim qarışmır. Hətta rektor qarışmır. Burada əsas figur dekanlardır, bir də bölüm başqanlardır. Yəni kafedra müdürləridir. Rektor universitet sadəcə olaraq yönəldir, maliyyə işlərinə məşğuldur filan. Tədris məsələsində dekanların burada səlahiyyəti həddən artıq yüksəkdir. Azdan çoxdan Azərbaycanda bu prinsiplərə cavab verən Xəzər Universitetidir. İndi 10 il bundan əvvəlki təcrübəmdən yola çıxıb deyirəm, bəlkə dəyişmələr var, bəlkə universitetlərdə yeni, amma hər halda Təhsil Nazirliyinin universitetlərin üzərində bir avtoritet qurması, onu hiss edirəm, onu bilirəm ki, hələ də qalır. Bir də ki, kadrlardır. Türkiyə Universitetində təhsil sistem olaraq təhsil sistemi yox, kadrlarda kifayət qədər peşəkar kadrlardır. Doğrudur, bütün dünyada kadrlar açısından universitetlər hər zaman əziyyət çəkir. Yaxşı kadr ovundadır universitetlər, o burada da var. Amma burada olan mütəxəssislər təbii ki, güclü mütəxəssislərdir və kifayət qədər yaxşı təhsil görmüş, təhsilin bütün aşamalarını görmüş, araşdırma kültürünə, akademik mədəniyyətə sahib olan insanlardır ki, onlar profesional olaraq universitetdə çalışmaqda çətinlik çəkmirlər və universitetləri də irəli aparırlar. Digər bir məsələ araşdırma məsələsidir. Bizdə nə yazıq ki, araşdırma kültürü yoxdur. Mən hərdən bəzi məqalələri Azərbaycandakı dərgilərə göndərirəm. Dərgilərdən mənə cavab gəlir ki, Rusca annotasiya yoxdur. İndi dünyanın Rusiyadan başqa mən bilmirəm, hansı ölkəsində Rusca annotasiya istəyirlər məqaləyə. Niyə istəyirlər onu da anlaya bilmirəm. Yaxşı, dünyanın elm dili İngilis dilidir də. Dərgilərin çoxsu, əksəriyyəti İngilis dilində abstrakt istəyir, özət istəyir. Bunu başa düşməyə, Rusca niyə istəyirlər, onu anlaya bilmirəm. Bu bir. Baş Rus başıdır da ona görə.
Bəli, o Rusiyadan elm sahələrini biz qoparda bilməmişik. Araşdırmanı da qoparda bilməmişik. Rusiyanın, nə yazıq ki, Rusiyanın belə deyək də təsiri altındadır. Araşdırma kültürüdən də eyni zamanda araşdırmaların müasir qaydalara aparılması. Çox nadir hallarda müasir qaydalara uyğun mən ən çox istifadə elədiyim məsələ APA 7-dir. APA 7 stilində çox nadir hallarda mən məqalələrə rast gəlirəm. Müəlliflər nə istəyirlər, nə tər istəyirlər, elə də araşdırma aparırlar, elə də yazırlar. Məqalələrin keyfiyyəti, araşdırmaların keyfiyyəti həddən artıq aşağıdır. Digər bir tərəfdən, əlbəttə ki, ziyalının, elm adamının əməyinə verilən dəyərdir. Mən bilmirəm, akademiyada çalışanlar o əmək haqqından fədakar insanlardır ki, çalışırlar, neysə gəni yaradırlar. Amma o maliyyə ilə, Azərbaycanda elmə ayrılan maliyyə ilə Azərbaycanda ciddi elmin yaranması demək olar ki, imkansızdır. İndi təhsilə, əgər məsələn, ölkə təhsili düzəltmək istəyirsə də, əlbəttə ki, orta təhsili düzəltmək. Ola bilməz ki, çürük bir parça ilə keyfiyyətli kömlək, sarışqa tikəsən. Parça çürükdürsə də nə qədər ona sən dizayn verirsən, ver, o zay bir materialdan yaxşı kostyum, yaxşı paltar tikmək imkansızdır. Bəzən deyirlər ki, universitet belə elə. Mən Türkiyədə 5 il işlədim, sonra bir dönəm qayıtdım, işlədim universitetdə və işləyə bilmədim. Bakı dövlətləri? Yox, Dövlət Pedaqoji Universitetində. Niyə bilirsinizmi? O tələbələr otururlar, bir 20 tələbə, 30 tələbə, 40 tələbə bir-birlərinə söhbət edirlər. Sən nə qədər maraqlı danışsan da sənə qulaq asmırlar. Amma burada iki tələbənin dərsdə danışması bu dəhşətli bir şeydir. Bu mümkün olan şey deyil ki, tələbə sən dərs verirsən, tələbə sinifdə bir-birindən danışa. Ona necə nail ola biliblər, Xalədli bəy? Çünki ona nail olma həqiqətən çətindir. Özdə Azərbaycan sistemində birisi ki, orta məktəbdən başlayırlar bir-birindən dalaşmağa, deyməyə, ona bir şey atır, məndən dərs pozulur. Bu məsələdə təxminən onun kimidir. Necə nail olur Türkiyə buna? Məsələ burasındadır ki, bizdə təhsildə, cəmiyyətdə elə bir azadlıq yoxdur. Təhsildə olağanüstü bir məktəblərdə olağanüstü bir azadlıq var. Şagird nə istəyirsə də elə bilər, şagirdə heç kim qaşın üstündə gözün var deyə bilməz. Amma nizamsız, düzənsiz demokratiya olmur. Nizamsız, düzənsiz təhsil yoxdur, mümkün deyil. Tələbənin və yaxud da şagirdin müəyyən bir həddə qədər azadlığı var. Əgər o azadlıq başqasının təhsil alma haqqını pozursa da mütləq cəzasını almalıdır. Elə demokratiyanın təməli də olur.